Salam, xoş gördük. Dəyanət Liseyinin 1 iyun 2025-ci il tarixində 5-ci siniflər üçün keçirdiyi qəbul imtahanı suallarının A variantı ilə tanış olaq. Tapşırıq 1. Hər zaman qeyd elədiyim kimi testin şərti açardır. Testin şərtini dərk eləyəndən sonra testin variantlarına baxmaq bizim üçün daha rahat olar. Tapşırıq 1. Qarşı-qarşıya verilmiş hansı sözlərdə fərqli məqamların sayı eyni deyil? Yəni biz burada təbii ki də sözün tələffüz formasını yazırıq və ona uyğun olaraq tapırıq. A variantına diqqət yetirsək görərik ki, dürüstlük sözünün tələffüzü olacaq dürüstlük. Yəni burada T səsi düşəcək. L səsi D səsinə keçəcək. K səsi İ səsinə keçəcək. Yazılış dəyişərsinə 3 fərqli məqam olacaq. Sərbəstlik sözü də eyni ilə onun kimidir. Sərbəstlik şəklində özünü göstərəcək. L səsi D-yə keçəcək. T səsi ixtisar olunacaq. K səsi İ səsinə keçəcək. Deməli, A variantında fərqli məqamların sayı eynidir. B variantında zülmkar, burada tələffüzdə olacaq. L və deməli bizim M səslərinin ortasına Ü səsi daxil ediləcək. Bir fərqli məqam. Bəstəkar 2 kar samit yanaşı gəldiyinə görə olacaq bəstəkar. Gördüyümüz kimi T səsi D-yə keçəcək və yazılış dəyişərsinə bir fərqli məqam olacaq. B variantı da deyil. D variantına nəzər yetirək. Ustad sözü olacaq ustat. Yenə də 2 kar samit yanaşı gəldiyinə görə T səsi D-yə keçəcək. Sözün sonundakı D səsi BCDG qaydasına əsasən T-yə keçəcək. 2 fərqli məqam. Dustaq sözü də eyni bunun kimidir. Dustaq. Yəni burada T D-yə, Q isə X səsinə keçəcək. Davamiyyət sözündə davamiyyət gördüyümüz kimi davam deyə bir ifadə var deyə Y səsinin biri düşəcək. Bir fərqli məqam. Qalibiyyət də onun kimi qalib deyə bir ifadə var deyə demizdə və yaxud da iyyət şəkilsi söz olduğuna görə burada Y səsinin biri düşəcək. Yəni bir fərqli məqam özünü göstərir. Cavabımız C variantıdır. Çünki bəzəkli sözünün tələffüzü olacaq bəzəkli. Yazılış və deyiliş arasında bir fərqli məqam var. Lakin şərikli sözünün yazılışı və deyilişi arasında heç bir fərqli məqam yoxdur. Niyə? Çünki biz demişdik ki, şərik, malik, iştirak, əmlak, mübarək, təbrik bu kimi sözlərdə K səsi söz sonunda yazılışı deyilişindən fərqlənmir. Cavabımız 1C. Hansı sözlərin orfoqrafiyasında eyni cinsli samitlər yanaşı işlənmişdir? Tövsiyə sözü elə tələffüz forması kimi də yazılır. Yəni ona görə də bizim birlə işimiz yoxdur. Çıxdaş üsulu hər zaman bizim işimizi 1-0 ön atır. Bunu yadda saxlayaq. Kənddən sözünün orfoqrafiya yazılış deməkdir. Yazılışa çevirsək nə olacaq? Kənddən, yəni qoşa D samiti ilə. Ona görə 2-ni götürürük. Daha sonra soyuqqanlı sözün yazılışa çevirsək olacaq soyuqqanlı. Yenə də gördüyümüz kimi eyni cinsli samitlər yanaşı işləndi. Haqsız sözü H, A, Q, S, I, S. Yəni bu formada yazılır. Yəni burada eyni cinsli samitlər yanaşı işlənməyib. Balıq qulağı sözündə isə olacaq balıq yazılışı təbii ki də qulağı. Gördüyümüz kimi burada da 2 eyni samit yanaşı işlənib. Cavabımız 2, 3 və 5 B variantı. Test 3. Ahəng qanuna tabe olmayan birinci şərt. Lakin hecalara düzgün ayrılmış. Misal üçün, Koroğlu sözü ahəng qanuna tabedir deyə mən bu varianta baxmıram. Daha sonra A variantında Cəlil, Abad bu formada hecalara ayrılmalı idi. Bundan da işimiz yoxdur. B variantında televizor bu formada hecalara bölünməli idi. C variantı hakimiyyət bu formada. Cavabımız E-dir. Qənaətcil düzgün şəkildə hecalara bölünüb və burada ahəng qanuna tabe deyil sözümüz. Tapşırıq 4. Vurğunu nəzərə alaraq hər variantda uyğunluğu pozan söz. Qara hərflərlə bizim yazaraq işimizi asanlaşdırıb ki, uyğunsuz olan söz. Vurğusu birinci hecadadır. Dizel birdədir. Nisbətən birdədir. Xarici 3-dədir. A-ya gedən söz xarici sözüdür. Ona görə də digər variantlardan
Yenə də silirik, işimiz asanlaşır. Cavabımız ya C-dir, ya E-dir. Vurğu ikinci hecadadır, gəlməz. İkincidədir, baxmadan. Görürsünüz, baxmadan vurğu birinci hecadadır. Almanca burada da vurğu ikinci hecadadır. Yəni ikinci baxmadan söz uyğun gəlir deyə C variantı da gedir. Cavabımız olur Y variantı. Üçüncüyə baxaq. Şəhərə dək, təbii ki də 3-dədir. Tabeli 3-dədir. Oxusunlar vurğu 4-cü hecadadır. Biz demişdik ki, larlər şəkilçisi feil olarsa vurğu qəbul etmir. İstisna var ki, hansı ki bizim sın şəkilçisindən, sa şəkilçisindən və d şəkilçisindən sonra larlər gələrsə vurğu lar şəkilçisinin üzərinə düşür və ona dair kitabda da nümunə var idi. Gəlsinlər, gəlsələr, gəldilər. Burada da oxusunlar sözü düşüb, yəni vurğu 4-dədir. Tapşırıq 5. Hansı sözdə nöqtələrin yerinə incə, qapalı, dodaqlanmayan sait, yəni i saiti yazılmalıdır? Mühüm, ü, lüzum, ü, nüfuz, ü, hülqum, ü, lakin xariqə i səsi ilə yazılacaq. Cavabımız olacaq A variantı. Tapşırıq 6 ilə davam edirik. Nöqtələrin yerinə hansı isimlər əlavə oluna bilər? Biz bilirik ki, isim mövzusu soruşanda onun başqa nitq hissələrindən qarışdırmaq lazım deyil. 1. Onlar seçə bilmərik, çünki onlar əvəzlikdir. B variantı, E variantı gedir. Oğlanlar eyvana çatdılar. Bəli, 2-ni götürə bilərik. Buna görə biz C variantını da silməli oluruq. Çünki gülə-gülə feildir. 4-də uşaqlarda eyvana çatdılar deyə bilmərik axı. Əgər intonasiyada dadə ayrı olsaydı, uşaqlar da eyvana çatdılar deyə bilərdik. Amma gördüyümüz kimi burada dadə uşaq sözünə bitişik yazılıb. Yəni bu yerli hal şəkilçisi kimi işlənmişdir. Ona görə də 4-də uyğun gəlməz. Cavabımız olar 2 və 5. Uşaqlar, demək, oğlanlar eyvana çatdılar, qonaqlar eyvana çatdılar. Feil olan eyni kökü sözlər cərgəsi. Eyni kökü sözlər hansılardır? A variantında gülüş sözü, gülümsəmək və gələn. Gələn sözünün digər sözlərlə heç bir əlaqəsi olmadığına və gələn sözü sadə olduğuna görə bu söz eyni köklü yaratmaz. Eyni köklülüyün ən mühüm birinci şərti onun həmin sözün düzəltmə olmağıdır. B variantında qorxmaq sözün kökü mış zaman şəkilçisidir. Burada da həmçinin leksik şəkilçisi olmadığına görə burada eyni kökü sözdən söhbət gedə bilməz. C variantı da eyni ilə bunun kimidir. Yanır sözündə yanmaq sözün kökü ır indiki zaman şəkilçisidir. Yəni burada ona görə də biz eyni köklülük haqqında heç bir fikir irəli sürə bilmərik. D variantında da tikan sözü, məsələn, əlimə tikan batdı. Bu da sadə sözdür, bütöv kökdür. Bu da həmçinin eyni kökü sayıla bilməz. Cavabımız E variantıdır. Bölük, bölgə, bölüşmək. Hər üçü düzəltmədir. Hər üçünün kökü bölmək feilidir. Tapşırıq 8. Cədvələ əsasən uyğun fikri soruşur bizdən. Başlanğıc forması bağışladıq sözünün bağışlamaqda doğrudur. Əmələ gəldiyi nitq hissəsinə isim qeyd olunub, yanlışdır, bağışlamaq sadə sözdür. Yellənirdi sözünün əmələ gəldiyi nitq hissəsi yelləmək feilidir və qarşısına yanlış qeyd olunub, halbuki doğru olmalıydı. Diləyir sözünün başlanğıc forması diləməkdir. Nədən yaranıb? Dil ismindən. Yəni bu doğrudur. Cavabımız C-dir. Naxoşdur sözünün əmələ gəldiyi nitq hissəsi xoş sifətidir. Lakin gördüyümüz kimi buna yanlış qeyd olunub, halbuki doğru yazılmalıydı. Gözləyəcək sözünün əmələ gəldiyi nitq hissəsi göz ismidir. Yenə də buna yanlış yox, doğru qeyd edilməli idi. Tapşırıq 9-da birinin mənası doğru verilmişdir. Korluq çəkmək, yəni kasıblıqla üzləşmək deməkdir, ehtiyaclarını ödəməmək deməkdir. A yanlışdır. Ağzına çullu dovşan yerləşməməyin mənasını biz demişdik ki, yəni lovğalanmaq mənasındadır. Ağzı yeməklə dolu olmaq anlamında deyil. Gözünün adını almaq qorxutmaq deməkdir. Gözlərini dincəltmək demək deyil. O gözünün acısını almaqdır. Göz qoymaqsa kiməsə nəzarət etmək deməkdir. E-də olmaz. Cavabımız B-dir. 10-cu tapşırıqda bizdən neçəsinin leksik mənası əşya adı bildirir. Əşya adı bildirir dedikdə biz ismi nəzərdə tuturuq, yəni deyir ki, neçəsi isim bildirir. Əsrük sərxoş deməkdir. Sərxoş nitqisi sonra sifətdir. Baqqal dükançı 1, bəzirgan tacir 2, qavat azğın deməkdir. Azğın isə nitq hissəsi olaraq sifətdir. Uçmaq cənnət nə sualına cavab verir? Gümrah bu da deyil, dəli deməkdir. Ayaq qədəh deməkdir, isimdir. Nagahi qəflətən deməkdir. Bu da isim deyil. Yəni 4 dənə söz cavabımız B.
11. Hansı sözlərin birləşməsi ilə defislə yazılan mürəkkəb söz yaranar? Yer, yurd. 1, 3. Lal dinməz, gülər öz. Gördüyümüz kimi 4 ilə 6 birləşsə, bitişik yazılan mürəkkəb bizim sözümüz yaranar. 3 ilə 4 birləşməz, yurd, gülər deyə bilmərik və yaxud da 3 ilə 6 birləşməz, yurdla üz deyə bilmərik. Cavabımız E variantı. Fikirlərdən biri doğrudur. Tapşırıq 12. Fikirlərdən biri doğrudur. Məhsul sözünün sinonimidir bəhrə. Bu fikir yanlışdır. Məhsul cavabdeh deməkdir. Yəni bu sözə sinonim deyil. Hicran sözünün antonimi qovuşmaq sözü deyil. Çünki hicran isimdir, qovuşmaq feildir. Göz, ayaq, düz sözləri yalnız çoxmənalı sözlərdir. Yanlışdır. Çünki düz həm amonim, həm çoxmənalıdır. Başı daşdan daşa dəymək amonimdir. Səhvdir. Amonim frazeoloji birləşmələr əsas düşənlər 9 dənədir. Söz vermək, üz vermək, can vermək, cana gəlmək. Ürəyə getmək, ürəyə yanmaq, ürək ağzına gəlmək, işə düşmək, başa vurmaq. Bucaq sifət enerji həm termin, həm amonimdir. Bəli, bu doğrudur. Hansı sıra bir cür yazılan leksik şəkilçi sözlərdən ibarətdir? Biganə sözü sadə sözdür. Eləcə də C variantında namus, eləcə də E-də dülgər. B variantında sovnaşın biz bilirik ki, qrammatik şəkilçilərdə cavabımız olacaq D variantı. Şamdan və xətkeş sözləri. Hansı ki, bunlar bir cür yazılan leksik şəkilçi sözlər hesab olunur. Şam sözündəki dan əşya anlayışı bildirib, xətkeşdə də həmçinin keş əşya anlayışı bildirən bir cür yazılan leksik şəkilçidir. Konkret isimlər A variantında istedad mücərrəddir. B variantında bilik mücərrəddir. D variantında lıq şəkilçisi biz bilirik mücərrəd isim yaradır, yəni hökmdarlıq sözü mücərrəddir. E variantında sevinç sözü mücərrəddir. Cavabımız C-dir. Bənövşə bulud satıcı. Bənövşə bitkidir, konkretdir. Bulud səmadadır, görünür. Satıcı da həmçinin bir şəxsdir. Tapşırıq 15. Hansı variantda bir-birindən yalnız bir səs və ya bir hərflə seçilən sözlər ümumi qrammatik mənasına görə fərqlənir? Süfrə, sürfə hər ikisi nə sualına cavab verir? Hər ikisi isimdir. Eləcə də atlas, atlas, həyat, həyat, sənət, sənət. Lakin qəlb, ürək deməkdir. Nitqisi soraq isimdir. Amma qəlb p hərfi ilə olarsa saxta deməkdir. Məsələn, qəlb pul, hansı pul, saxta pul. Qəlb isə sifətdir. 16. Kökü isimdir, feildən yaranıb. İzləmək sözünün kökü iz ismidir, elə iz ismindən də yaranıb. Azdırmaq sözünün kökü azmaq feilidir. Ayaqlaşmaq sözünün kökü ayaq ismidir, elə ayaq ismindən də yaranıb. Üzləşmək sözünün kökü üz ismidir, hətta biz demişdik, ayaqlaşmaq, qabaqlaşmaq, üzləşmək istisnadır ki, bunlarda laş bütöv leksikdir, ona görə də yenə də üz ismindən yaranıb. Cavabımız A. Sözün kökü yəhər ismidir, nədən yaranıb? Yəhərləmək feilindən. 17-ci tapşırıqda uyğun gəlməyən variantı soruşur. Dəli, qanlı. Dəli necə sualına cavab verir? Qanlı da həmçinin. Sifət, sifət. Məqsəd nə? Yönlü necə? Sifət, isim sifət. Ona görə A-da getdi. Keçid. Feil üstəgəl leksik şəkilçi. Qara bəniz. Sifət üstəgəl leksik şəkilçi. Axı burada leksik şəkilçi gördüyümüz kimi orada bəniz hissəci idi. Ona görə də orada sifət üstəgəl isim sxemidir. Yəni bəniz insan üzüdür, simadır. Nə sonuna cavab verir? Qara isə sifətdir. Cavabımız B variantıdır. Eyni cümlə daxilində həm azaltma, həm çoxaltma. Olduqca böyük bir yamyaşıl bulud. Hər ikisi bu çoxaltmadır. Az adamın qatıldığı çox maraqlı. Burada çox maraqlı çoxaltmadır. Sarışın saçları daha parlaq idi. Bəli, cavabımız C-dir. Daha parlaq çoxaltmadır. Sarışın isə bizim azaltma dərəcəmizdir. D variantında çökmüş qoca tərtəmiz yalnız çoxaltma işlənib və adi işlənib. E variantında da həmçinin o formada özünü göstərir. Daha sonra tapşırıq 19. Keçmiş zamanda işlənmiş feili soruşur. Çəkməyirəm, ır indiki zamandır. Bürünmüşəm, mış, muş, bir. Qalanmışam da həmçinin o formada. Fikrə dalmışam, bu misrada da gördüyümüz kimi keçmiş zamandadır. Ay aləmə süd çilər, ulduzlar çırağbandır. Çilər bu qeyriyyəti gələcək zamandır. İkinci və dördüncü misramız cavab A. Daha sonra 20. Hansı sözlər həm sinonim, həm amonim kimi işlənə bilməz? Surət, üz, bənd, aşiq, yan, tərəf, boya, kök, dolu. Həm sinonimdir, həm amonimdir. Boya, rəng, həm sinonimdir, həm amonimdir. Surət, üz, həm sinonimdir, yan, tərəf. Amma bənd sözü
aşiq sözü, bunlar aşiq sözü bizim amonimlər lüğətimizdə yoxdur. Ümumiyyətlə aşiq sözü amonim deyil. Tapşırıq 21. Mətnin plan bəndi ola bilməz. Köhnə ayaqqabılar, yuxusuz keçən gecə, yağışlı Asəfin xeyirxahlığı. Burada Asəfin xeyirxahlığı yox, Muradın xeyirxahlığı öz əksini tapıb. Asəf və Murad hansı abzasını genişləndirir? Məktəbə çatmışdılar. Təbii ki, biz burada 3-cü abzasla genişləndirə bilərik. Yəni cavabımız C variantı olacaq. Üzərində rəqəm verilmiş hansılar məcazi mənadadır? Yenə də biz həqiqi məcazi mənalı ifadələr düşür. Məktəbə gedir həqiqidir. Bir də artıq köhnəlmiş top həqiqidir. Yağışın yağmağı həqiqidir. Fikrə dalmaq məcazi. 5-i götürürük. Yuxu getmədi. Bu da həmçinin özünü məcazi mənalı fikir kimi götürür. Cavabımız ona görə olacaq 4 və 5. Cavab D-dır. Daha sonra 24-cü tapşırıqda hansı atalar sözünü mətnə aid etmək olar? Dostlar gündə tanınar, hansı ki, doğrudan da orada Asəf dar gündə öz dostu Murad üçün yaxşılıq əlini uzadır. Mətndə altından xətt çəkilmiş cümlənin mənasına uyğun olan fikir soruşur bizdən. Altından xətt çəkilmiş ifadə ayaqqabıları su keçirir ifadəsidir. Biz də onun bayram keçirir, maşın yoldan keçirir, təmirə ehtiyacı var, xəstəni ziyarət etsin. Ürək yanğısını su ilə keçirtmək olmaz. Təbii ki, C-dir. Pəncərəni səs və hava keçirtsə, yəni burada ayağından su keçirmək mənasından bu məna eyni anlamdadır.